Biz Allah hər şeyi bilir deyəndə bunu çox asan deyirik. İnsan biliyi zaman daxilindədir. Mən dünəni xatırlayıram, bu günü yaşayıram, sabahı ehtimal edirəm. Amma ilahi elm zamanın içində deyil, zaman onun yaratdığı bir ölçüdür. Molla Sədra deyirdi ki, ilahi elm hadisələrdən sonra yaranan bir məlumat deyil, varlığın özüdür. Məsələn, günəşin sabah çıxacağını bilmək, günəşi çıxmağa məcbur etmək deyil. Amma Allahın biliyi bizim biliyimiz kimi passiv də deyil. Determinist düşüncəsində bir anlayış var. Hər səbəb nəticə yaradır. İnsan da səbəblər zəncirinin bir halqasıdır. Deməli, insanın seçimi də səbəblərin məhsuludur. Quranda belə ayələr var. Allah istəmədikcə siz istəyə bilməzsiniz. Bu ayəni səthi oxuyan deyə bilər ki, deməli mənim istəməyim də məndən deyil. Amma başqa ayələr də var. Kim istəyərsə iman gətirsin, kim istəyərsə inkar etsin. Biz ona yolu göstərdik, istər şükür etsin, istər nankor olsun. Əgər yalnız ilahi iradə varsa, insan məsul deyil. Əgər yalnız insan iradəsi varsa, Allahın hakimiyyəti natamamdır. Bu mövzuda 3 böyük mövqe yaranıb. Cəbr, təfviz, əmr beynəl-əmreyn. Cəbr deyir ki, insanın etdiyi hər şey Allah tərəfindən əvvəlcədən müəyyən edilib və insan sadəcə icra edir. Əgər insan məcburdursa, niyə cəza var, niyə mükafat var? Cəbr insanın vicdanını öldürür, çünki vicdan məsuliyyət hissindən doğur. Təfviz deyir ki, Allah yaratdı və insanı öz halına buraxdı. Bu isə Allahın hakimiyyətini məhdudlaşdırır. Quranda buyurulur, Allah hər şeyin xaliqidir. Əgər insanın əməli Allahın yaratdığı dairədən kənardadırsa, onda onun hakimiyyəti qüsurludur. İmam Cəfər Sadiq əleyhissalam buyurur, nə tam məcburiyyət var, nə də tam sərbəstlik. İkisi arasında bir iş var. İnsanın seçimi həqiqidir, amma o seçimin varlıq qazanması Allahın qüdrəti ilədir. Sən ayağa qalxma qərarı verirsən, qərar sənindir, amma əzəllərə güc verən, sinir sistemini yaradan və var olma imkanı verən Allahdır. Əgər Allah səni varlıqla hər an saxlamasa, sən yox olarsan. Deməli, sənin seçimin də hər an onun var etməsi ilə mövcuddur. Allah sənin sabah günah edəcəyini, sənin öz seçiminlə edəcəyin şəkildə bilir. Molla Sədra deyir ki, insan öz əməlləri ilə öz zatını inşa edir. Bu o deməkdir ki, cənnət və cəhənnəm sonradan verilən məkan deyil, sənin seçiminin içində formalaşan həqiqətdir.